Heç nə, kişi ilə rəhmətə gedəndə biz ailəvi toyda idik. Hamımız da lülpiyan bərk şişmişik. Reski bir dənə zəh gəldi ki, atanız ölüb. Elə çıxdıq toydan getdik, kişini götürdük, bastırdıq. Qayıtdıq elə piyan evə. Elə səhər durduq ki, yadımızdan çıxıb. Kişini ara bastırmışıq. Elə o da budur üstündən ucu bir ay keçib, kişinin qəbrini tapamırıq. Ay qızım, qalmışıq belə. Telefon da deyil ki, zəng elək səsi gəlsin, tapaq onu. Baş daşında öz şəkili idi. Baş daşı qalıb əlimizdə. Tapsaydıq, elə baş daşını da qoyardıq. Bəlkə xüsusi təlim görmüş itlərdən istifadə eləyəsiniz. Onlar eləyib tapa bilir. Xanım, bizim bu boyda dərdimiz var ya. Mırtdaşsınız bizdən. Mənim dədəm kokain zatdı bəyəm, heroin zatdı iti inib tapsın onu. Yadımdadır ki, meyidi yuduq, kəfənlədik. Taksi çağırdıq, taksi də çox baha yazdı. Qardaşım da dedi ki, gəl marşrutla aparaq. Beşin marşruta mindik, gördük ki, elə kartda balans yoxdur. Kişini düşürtdük nəysə, uzaqdan gördüm ki, bir dənə MB şirkətinin maşını var. Dedi ki, qardaş, bəs bizdə bir dənə mərhum var, onu qəbirstanlığa aparmaq lazımdır. Qardaş sağ olsun, anlayışlı idi. Dedi, olar. Prost dedi ki, bir dənə maşının içində şifaner var. O şifaneri bir dənə gedək Qaradağda ustanovka eləyək evdə. Sonra qəbirstanlığa keçərik.